Hər vaxtınız xeyir olsun dəyərli ədəbiyyat sevərlər, əziz abituriyentlər və müəllimlər. Azərbaycan poeziyasında elə bir zirvə var ki, o realizmin bünövrəsini qoymaqla yanaşı gözəllik anlayışına tamamilə yeni bir nəfəs gətirib. Söhbət Molla Pənah Vaqifdən və onun dilimizin üstünkarlığını hər misrasında yaşadan məşhur pəri qoşmasından gedir. Şifahi xalq yaradıcılığının oynaq ritmini yazılı ədəbiyyatın elmi dərinliyi ilə birləşdirən bu gözəlləmə təkcə bir qadının vəsfini yox, bütün bir dövrün estetik dünyasını bizə təqdim edir. Bu videomda pəri qoşmasını misra-misra təhlil edəcəm. Qaranlıq qalan çətin sözlərin lüğəvi mənasına birlikdə baxacağıq. Əsərin forma xüsusiyyətlərini imtahan proqramına tam uyğun şəkildə birlikdə araşdırmış olacağıq. Əslində mən hayf ki yoxdur qoşmasını da bu videoda daxil eləmək istəyirdim, ancaq qarşılıq düşməsin deyə ayrı-ayrılıqda videolar şəklində paylaşacağam. Ümid edirəm ki, sizlər üçün bir faydası olar. Hazırsınızsa başlayaq. Birinci bəndin ilk misrasında boyun sürahidir, bədənin büllur. Burada boyu sürahiyə, bədəni də büllura bənzətdiyi üçün təşbeh nümunəsi yaradılmışdı. Deyir ki, sənin boyun zərif və incə formalı sürahiyə bənzəyir. Bədənin isə büllur kimi şəffaf, bəyaz və parıltılıdır. Gərdənin çəkilmiş minadan pəri. Deyir, ey pəri, sənin gərdənin, yəni boynun elə zərif və gözəldir ki, sanki üzərinə incə mina naxışları çəkilibdir. Sən ha bir sonasan, cüda düşübsən, bir bölük yaşılbaş sonadan pəri. Burada sona, cüda sözləri var. Deyirsən, özün bir gözəl sona quşsan, burada yaşılbaş ördək mənasını ifadə edir və deyir, öz dəstəndən ayrı düşmüsən. Ən sonda deyir ki, ey pəri, sən sanki digər gözəl yaşılbaş sonaların olduğu böyük dəstədən ayrılıb tək qalmısan, yəni öz bənzərlərinin içindən seçilmisən. İxtilatın şirin, ixtilat, sözün məzəli, şəkər gülüşündən canlar təzəli. Ellər yaraşığı, ölkə gözəli, nə gözəl doğubsan anadan pəri. İkinci bəndə ixtilat söz, söhbət, ünsiyyət anlamına gəlir. Səninlə söhbət etmək çox şirindir. Danışdığın hər bir söz mənalı və xoşdur, məzəlidir. Şəkər gülüşündən canlar təzəli. Deyir, sən elə şirin, şəkər kimi gülürsən ki, bu gülüşü görən insanların ruhu təzələnir və yenidən onlara can gəlmiş olur. Burada şəkər gülüş deyərkən epitet nümunəsi yaradılmışdı. Onu da ellər yaraşığı ölkə gözəli adlandırır və onun anadan gözəl doğduğu fikrini vurğulamış olur. Üz yanında tökülübdü tel nazik, sinə meydan, zülf pərişan, bel nazik, ağız nazik, dodaq nazik, dil nazik, ağ əllərin əlvan, hənadan pəri. Burada nazik, nazik və nazik deyərkən təkrir nümunəsi yaradılmışdı. O qeyd edir ki, üzünün ətrafına, yanaqlarına doğru incə zərif saçların tökülüb. Sinə meydan, zülf pərişan, bel nazik. Yəni sinə meydan deyərkən sinən geniş, zülf saç anlamına gəlir, pərişan dağınıq anlamına gəlir. Yəni saçların dağınıqdır, belin də nazikdir. Yəni ümumi məna belədir ki, sinə meydan kimi geniş və ağdır, saçların çiyninə dağınıq şəkildə yayılıb, belin isə olduqca incədir. Ağız nazik, dodaq nazik, dil nazik. Sənin ağzın da, dodaqların da kiçik və zərifdir. Danışığın, dil deyərkən danışıq anlamına gəlir. Dilin də deyir nazikdir, olduqca nəzakətlidir. Bildiyimiz ağzımızdakı dildən danışmır da, danışığından danışmış olur, nəzakətli danışığından danışmış olur. Ağ əllərin əlvan, hənadan pəri. Ey pəri, sənin o ağappaq əllərin al qırmızı xınadan daha da gözəl görünmüş olur. Ovçusu olmuşam sən tək maralın, çıxmaz xəyalımdan hərgiz xəyalın. Ənliyi, kirşanı neylər camalın, sən elə gözəlsən binadan pəri. Bu bənddə mən sənə vurulmuşam və sənin kimi ovsunlayıcı bir maralın, burada maral gözəl anlamına gəlir, deyir, ovçusu olmuşam. Xəyalımdan çıxmaz hərgiz xəyalın, heç vaxt anlamına gəlir hərgiz. Deyir, sənin xəyalın, o gözəl surətin mənim ağlımdan və fikrimdən heç bir zaman çıxmaz. Və eyni zamanda ənliyi, kirşanı neylər camalın, sən elə gözəlsən binadan pəri. Burada ənlik yanağa vurulan qırmızı boya, kirşan da pudra anlamına gəlir. Deyir, sənin o nur saçan gözəl üzünün heç bir süni bəzəyə ehtiyacı yoxdur. Yəni ənliyə, kirşana, kosmetikaya ehtiyacı yoxdur. Sən elə gözəlsən binadan pəri. Deyir, sən zaten yaradılışdan, bünövrədən, yəni anadan gəlmə gözəlsən. Nə gözəl doğubsan anadan pəri və eyni zamanda sən elə gözəlsən binadan pəri ifadələri işlənmişdi. Yəni
Vaqif bir qadının həm anadan gözəl doğulması fikrini vurğulamış olur. Eyni zamanda pərinin binadan, yəni təməldən gözəl olduğunun üstündə durur ki, yəni sənin süni bəzəklərə ehtiyacın yoxdur. Sən elə əvvəldən, əzəldən gözəlsən. Təməlin gözəl qoyulubdur. Yəni atadan, anadan gözəlsən. Digər tərəfdən günəş təki hər çıxanda səhərdən alırsan Vaqifin əqlini sərdən. Duaçınam, salma məni nəzərdən. Əskik olmayasan sənadan pəri. Deyir ki, sən hər səhər qarşıma çıxanda sanki göydən günəş doğmuş olur və qarşıma çıxanda deyir, Vaqifin ağlını başından alırsan. Burada sər baş anlamına gəlir və onu heyran qoyursan. Duaçınam, salma məni nəzərdən. Yəni diqqətdən, ondan sonra gözdən salma məni. Deyir, mən hər zaman sənə dua edənəm. Sən də məni öz diqqətindən kənarda qoyma, unutma. Əskik olmayasan sənadan pəri. Burada səna sözü var. Tərif anlamına gəlir. Deyir, ey pəri, arzu edirəm ki, dil sənə verilən təriflərdən, alqışlardan heç vaxt əskik olmasın. Həmişə hamı səni tərifləsin, həmişə səni vəsf etsin, alqışlasın anlamına gəlir. Sonda da müəllifimiz öz adını çəkir, amma özünə müraciət etmir. Yəni bədii xitab olaraq sadəcə pəriyə xitab var burada. Müəllifin özünə xitabı yoxdur. Yəni möhürbənddə müəllif özünə müraciət etmir. Əsər qoşma janrında yazılmışdı. Heca vəznli şeirdir. Qafiyə quruluşu birinci AB, CB, ikinci bənddə CC, CB, üçüncü bənddə DDDB, digərlərində isə EB şəklində qafiyələnibdir. 11 hecadan ibarətdir. Təbii ki, 6+5 şəklində qafiyələnib. Belə ümumi məzmunu şeirimizin bu qədər. Burada təşbehdən istifadə olunub. Boyun sürahidir, bədənin büllur, təşbeh nümunəsidir. Sən sonasan deyirsən, sona kimisən? Burada da təşbeh var. Onu bir yaşılbaş ördəyə bənzədir və onun yaşılbaş ördəklər cərgəsindən ayrı düşdüyünü, yəni onlardan fərqləndiyini ifadə edir. İxtilatın şirin sözün məzəli deyərkən metafor nümunəsidir. Burada şəkər gülüş epitet nümunəsidir, yəni bədii təyin. Onu ellər yaraşığı ölçə gözəl adlandırır, anadan gözəl doğduğunu ifadə edir. Daha sonra burada sözlər var, çətin anlaşıla biləcək sözlər var. Zülf saç deməkdir. Mina, billur şüşə anlamına gəlir. Sona, yaşılbaş ördək, ixtilat söz söhbət. Daha sonra burada ağız nazik, dodaq nazik, dil nazik. Burada dil danışıq anlamına gəlir və nazik deyərkən onun daha zərif, daha mədəni danışığına diqqət çəkmiş olur. Təşbeh nümunəsi var, ovçusu olmuşam, sən tək maralını, onu marala bənzədir və özünü ona ovçu adlandırır. Daha sonra onun süni bəzəyə, günəşdəki hər çıxanda səhərdən alırsan Vaqifin əqlini sərdən. Burada sər baş anlamına gəlir. Səna tərif anlamına gəlir. Ümumi izahımız bu qədər. Ümid edirəm ki, bu ətraflı təhlil və sözlərin lüğəvi izahı həm imtahana hazırlaşan abituriyentlərimiz, həm də dərsdə fərqlənmək istəyən şagirdlərimiz üçün faydalı bir resurs olar. Eyni zamanda müəllimlərin işə qəbul imtahanına hazırlaşan, müəllim namizədlərinə və sertifikasiya hazırlaşan müəllimlər üçün də önəmli rol oynayar. Əgər videonu bəyəndinizsə, bəyənmə düyməsini basmağı, fikirlərinizi ürək bölməsində mənimlə bölüşməyi və bu cür ədəbi təhlillərin davamı üçün kanala abunə olmağı unutmayın. Növbəti dərslərimizdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.